Koç bürcü üçün bu həftə o qədər də uğurlu gəlmədi, hiss eləmədim və münasibətlərində soyuqluq ola bilər, keyfsiz ola bilər, narahatçılıq ola bilər, səhhətləri ilə də bağlı, işləri ilə də bağlı və ailə münasibətləri, dostluqları ilə də bağlı biraz gərginlik ola bilər. Buğa bürcləri üçün bu həftə keçmiş xatirələr yada düşə bilər və bir anlıq keçmişə qayıdacaqlar, amma keçmişə qayıtmaq onlara heç bir fayda olmayacaq. Sadəcə olaraq onların enerjilərin azalda bilər, amma azaltmağa dəyməz. Onların tək qalma qorxuları var. Əkizlər haqqında deyim, bu həftə dostlarından uzaqlaşa bilərlər, köhnə dostlarından. Yeni dostlar tapa biləcəklər özlərinə. Mən yeni oldu, keçmiş oldu, dost yoxdur indiki zamanədə. Sadəcə olaraq tanışlıq ola bilər. Xərçəy bürcləri üçün də bu həftə biraz emosional ola bilərlər, duyğusal ola bilərlər, fikirli ola bilərlər, amma heç nəyə əhəmiyyət verməyin. Hər şey yaxşı olar inşallah. Sakitləşin, biraz səbirli olun. Qız bürcü üçün bu həftə bunu hiss edirəm ki, diqqətli olsunlar. Maddi, mənəvi cəhətdən çətinlikləri ola bilər, amma diqqətli olsalar lap yaxşı olar. Tərəzi bürcləri üçün bu həftə biraz narahatçılıqlar ola bilər, problemlər ola bilər, amma tərəzi bürcünün adamları problemdən çıxa bilirlər. Bu həftə probleminiz olsa da belə, çətinliyiniz olsa da belə çıxacaqsınız o çətinlikdən. Əqrəb bürcü üçün bu həftə işləriniz barədə də, səhhətiniz barədə də çox çətinlikləriniz ola bilər. Özünüzə diqqət edin. Həftə sonu istirahətinizdə fikir verin. Oxatanlar üçün deyim, bu həftə sizin üçün sevgi, romantika həftəsidir. Gözəl günlər sizi gözləyir. Oğlaqlar üçün bu həftə hiss edirəm ki, görə bilməyəcəyiniz işlər bu həftə həll olunacaq. İstər ev məsələsində, istər maddi cəhətdən bütün işlərimiz həll oluna bilər. Uğurlu günlərdir bu həftə üçün. Dolçalar üçün bu həftə çox ünsiyyətçil adamlardılar. Amma bu həftə onlar üçün ünsiyyətlərində biraz problem yarana bilər və sıxıntıları ola bilər. Bu həftə balıqlar üçün belə deyim, nəinki kimlərəsə özünüzə belə inamınız azalacaq, amma aktiv olun, özünüzə güvənin, hər şey yaxşı ola bilər və sizin öz əlinizdədir.